Qardaşlar, bizə nə baş verib? Dünənləri ikinci qolu vuran Attayı oyundan sonra hansısa bir restorana gedib qeyd eləmir. Komanda yoldaşları ilə o sevinci yaşamır. Oyundan sonra azərkeşlər dağılışır, media dağılışır. Emanuel Attayı, yəni tarixi oyunda, tarixi stadionda qələbə topunun parçası olan Emanuel Attayı ikinci topu vurur. Və oyundan sonra sprint məşqlər eləyir. Yəni qaçır, ayaq fəndləri eləyir. Yəni tarixi qələbə qazanmısan da, Qurban müəllim. Komandaya nə bilim istirahət ver, komanda ilə nə bilim nə. Qardaş, yox, elə bir şey ola bilməz. Komanda məşq edir, başına dönüm səni. Yəni Attayı məşq edir. Dünənləri oyundan sonra Attayı yenə də məşq edirdi. O Attayı ki ikinci qolu vuran. Bu Qurban Qurbanovun uğurudur. Bu Qurban Qurbanovun dahi bir baş məşqçi olmağıdır. Həqiqətən də Qarabağda uğurlu bir insan var, birinci insan Qurban Qurbanovdur, futbolçulardır və rəhbərliyidir.